Əziz dostlar, hər birinizi salamlayırıq. Bugün Biləcəri qəsəbəsində 4 otaqlı evimiz satışa çıxarıldı. Bələdiyyə sənəti iləndir. Sayğaclar, hər bir şeydə yerindədir. Kommunal sistemi hamısı hazır. Buyurun, yaxından tanış edək. 65 kvadrat sahəsi. 65 kvadratlı sahəsi. Qapıdan içəri girəndə. Burada. Mətbəx burada yığılıb. Gördüyünüz kimi. Bura kladovka hissəsidir. Burada ayaqlarımızda da yığırlar. Qaydırov dayan belə. Klablarını seç, hamam sanitar boşluğa buradadır. Burada hamam sanitarlığı. Geniş və səliqəli. İkinci dəhliz. İkinci dəhlizdir burada. Bir dənə də orada musiqi alətindən istifadə edir. Normal səliqəli evdir, həqiqətən də bu qiymətə qoyun. Geniş bir heç nə yoxdur. Qonaq otağı var. Gördüyünüz kimi. Burada bir yataq otağıdır. Şu oradan var. Neyse. İkinci bir yataq otağı ise. Burada da gir yaşa evdir də, yəni təmirli gir yaşa evdir. Kombi radiator hamısı işlər vəziyyətdədir. Bundan işıq var haradadır. Lambası yoxdur. Burada bir betis otaqdır. Altı skravatda qoyuqlar. Əziz dostlar, xoş gördük. Hamınızı hər vaxtınız xeyir olsun. Allah sizlərə bərəkət versin, əziz xalqımız, millətimiz. Evimizin həyəti yoxdur. Amma küçədə maşın saxlamağa yeri var. 4 otaqlı, tam yaşayış yerdir. Doğrudan da bu qiymətə, özünüzün qiymət deyəcəm sizə. Deməli, 57.000 manatdır. Satılı qiymət ev sahibi tərəfindən 100 il indirim olunacaq. İlkin qiymət 57.000 manat təyin olunub. Evin hər bir şəraiti var. Tam köç yaşa bir evdir. Evdə də bəzi əşyalar çox güman ki qalacaq. Ev sahibi tərəfindən götürülməyəcək. Bütün kommunallar, qaz, su, işıq hamısı qaydasındadır. Əziz dostlar, 91, 92, 170 nömrəli marşrutlara və böyük supermarketlərə çox yaxın məsafədədir. Həqiqətən də geniş küçəsi var, qəşəng. Qeyd etdiyimiz kimi yenə də küçədə maşın saxlamağa rahat yeri var. Paltar asmağa 2 yeri var. Biri evin qarşı tərəfindədir, bir də bax burada gördüyünüz pəncərənin qarşısında burada yer var. Paltar asmaq üçün. Orada 1 metr kimi yer var. Bəli, oradan istifadə eləmək mümkündür paltar asmaq üçün. Bəli. Burada yer var. Burada paltar asmaq üçün. Bəli, əziz dostlar, evimizin sənədi bələdiyyədən verilmiş qiymətləndirmə kağızıdır. Daha doğrusu MMC deyirlər ona, məhdud məhsul cəmiyyət tərəfindən yardımcısı sərəncamı. Evin sertifikatı var, belə şeylər. Amma bələdiyyənin torpaq sərəncamı yoxdur. Kommunallar, bütün sayğaclar yerindədir. Ev sahibi də çoxdandan yaşayır burada. Tam sağlam evdir, qiyməti də əladır. 57.000 manat. İnşallah ki, real müştəriyə indirim olunacaq. Allah xeyir versin, alana da, satana da əziyyət keçsin hər bir kəsə. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib, videolarımızda mətbəxini də göstərərsən. Unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satışda eviniz varsa bizimlə əlaqə saxlayın. Gəlib çəkib paylaşaq və satılmasında köməkliyi göstərək. Allah hər birinizdən razı olsun. Allah evi olmayanlara da ev qismət eləsin inşallah. Amin.